Aha, lent tabı demir ha, lent qrupu deyil. Siz artıq bəzi vaxtlarda lent qruplarını əzbər bilməlisiniz. Bax, bu menyu insertdədir. Yəni, bizə PowerPoint gedirsə, söhbət bu PowerPoint yerləşir. Picture şəkillər, screenshotlar, foto albumlar. Yəni, görüb bu harada yerləşir. Bax, girəm PowerPoint-in içinə. PowerPoint açıram. Burada insert deyilən bir tab var. Baxıram ki, bu dedikləri screenshot, bunlar hamısı harada yerləşirmiş? Hansı lent qrupda yerləşirmiş? Image lent qrupunda yerləşirmiş. Slide desə, slaydı home-dan əlavə eləmək olar, həm də insertdən əlavə eləmək olar. İkisində də elə slide lent qrupundadır. Bizdə misal üçün desəydik ki, misal üçün, image buradır. Illustration, shapeslər, smartlar, çarx diaqramlar bura ilə əlavə olunur. Linksdə hyperlink yerləşir, bir də action yerləşir. Kommentin özü elə comment lent qrupu var. Text lent qrupunda adlarından görsənir. Simvollarda P işarəsindən budur. Media lent qrupunda da yerləşənlər bunlardır. Media lent qrupunda da yerləşənlər buradadır. Bizdən deyir ki, bu hansı tabda olur? Deməli, mən hardan əlavə edirəm? Image lent qrupundan. Yazıb hansı halda faylların mübadilə buferinə düşür? Mübadilə buferi olar. Windows'un mübadilə buferi Windows V düyməsi ilə açılır. Yəni yadınızda qalsın. Windows'la V düyməsi. Yəni bildiyimiz clipboard. Yəni biz belə bir şey demişdik ki, məsələn, Office proqramların mübadilə buferinə maksimum 24 dənə element yerləşdirə bilər. Windows'un mübadilə buferinə 25 dənə element yerləşdirə bilər. Bu Windows'dur, bu da Office proqramlardır. Belə nəzərdə saxlayın. Deyir ki, hansı əmr? Cut əmri icra etdikdə. Bəli, cut əmri icra edəndə nə olur? Mübadilə buferinə düşür. Baxıram ki, bir düzdür. Kontrol düyməsini basılı halda saxladıqda fayllar digər qovluğa köçürüldükdə. Kontrol düyməsi basılı halda fayl digər qovluğa köçürüldükdə. Yox. Bunu basılı tutanda faylın eynisi yaranır. Bu shortcut yaranır. Və misal üçün kontrol düyməsini basılı tuturam. Misal üçün faylın birini sürütləyirəm belə. Kontrol düyməsini basılı tuturam, belə edirəm. Baxaq görə faylın bir dənə də kopyası yaranır. Amma bu mübadilə buferinə düşmür. Mübadilə buferinə düşmür. Copy və paste əməliyyatları icra edildikdə 1-3 düzdür. Fayl export pəncəsi faylı sürüşdürüb digər qovluq üzərinə buraxdıqda. Yəni bu belə deyək də drag and drop, yəni faylı bir fayldan sürüşdürsən, digərini əlavə edirsən. Burada da mübadilə buferinə düşmür. Seçilmiş fayl üzərində klaviaturdan Ctrl+C, bəli. Kəsmənin də qısa yol düyməsi nə idi? Ctrl-dan nə düyməsi? X düyməsi. Ctrl-X elədikdə, Ctrl-C elədikdə, bir də copy paste əməliyyatlarını icra edəkdə. Cavab olacaq C variantı. Kursor cədvəlin istənilən sətrin sonunda olduqda cədvəlin yeni sətr əlavə olunması üçün hansı düymə və ya hansı düymələr kombinasiyası vurulmalıdır? Baxın, burada tələbələrdə çoxsunda nələr səhv ediblər tələbələr? Deyir, kursor cədvəlin istənilən sətrin sonunda olduqda cədvəli yeni sətr əlavə olunması üçün hansı düymə və ya hansı düymələr kombinasiyası vurulmalıdır? Kursor cədvəlin istənilən sətrin sonunda. Kursor cədvəli. Bu hansı proqramdan söhbət gedir? Bura bir dənə diqqət edin inşallah. Bax, xanadan kənarda. Xanadan kənarda. Əgər xananın içində olsaydı, bu tab düyməsi idi cavab. Əgər yox, bizə xanadan kənarda deyilsə, yəni bir xanadan kənarda vuracam. Onda enter düyməsi idi. Bunu çox uşaq səhv yazmışdı qəbulda. Çox adam tab götürmüşdü. Və mən də indi bir dənə Office proqramından buradan açıram, bir dənə gözləyin. Bax. Xananın içərisində demir ha, xananın kənarında deyil. Əgər yox, xananın ekranı görürsünüz uşaqlar siz? Bəli, görürük. Xananın içərisində demir ha, xananın kənarında deyil. Bir dəqiqə, mən bir dənə cədvəl yaransaydı, əl olardı kompüterimdə. Word-da nəsə problem verir. Baxın uşaqlar, bir dənə sizə bunu izah edeyim. Əgər xananın içərisində desəydi, cavab tab düyməsi idi. Amma yox, mən bir cədvəl düzəltmişəm və sonda dayanmışam. Bax, sonda, burada dayanmışam. Mən enter düyməsini vuranda burada bir dənə təzə bir sətr yaranacaq. Əgər yox, xananın içərisində enter düyməsini vursam, abzas böyüyəcək. Yəni, bu dalma belə böyüyəcək. Belə böyük formada olacaq. Görün, bir dənə PowerPoint-də bir dənə cədvəldə bu yaranır. PowerPoint-dəki bir cədvəl. Baxın, enter düyməsini vuranda görürüz, dalma neyniyir, böyüyür. Əgər cədvəlin sol kənarında burada dursam, bu daha çox şeyə aiddir, Excel-ə aid, Word-də olur daha çox. Sonda saxlayıb enter düyməsini vuranda burada bir ədəd yeni bir sətr açır. Əgər xananın kənarında dedikdə. Yəni 28-də cavab A variantı olacaq. Gəlirəm 29-a. txt.org. İnşallah org qrafiki faylı. Bax yadınızda qalsın. ORG, ODG-dir. Bax bunlar qrafiki fayllara aid. Server ftp.
net faylına müraciət HTTP protokolu vasitəsilə həyata keçirilir. Aşağıdakı cədvəldə faylın ünvanının fraqmentləri A-dan C-yə qədər işarələnmişdir. Nə bilim, bunu nə cürə düzəltmək lazımdır. Gəlin baxaq. Birinci biz nə edəcəyik? Bir dənə başlıq üçün protokol qoyacaq. HTTP. Təbii ki, birinci nə olacaq? HTTP. Biz burada F tipində görürük. Olar. F tipi də əslində protokolda. Yəni biz F tipini də qoya bilərik. İndi bir dənə baxaq görək variantlarda. Sonra HTTP qoyandan sonra deyir ki, ftp.net faylı var. ftp.net. Və bu server budursa, deməli mən bu iki dənə nöqtəni qoyandan sonra, slashləri belə qoyandan sonra mənə nə gəlməlidir? txt.org serverində failin adı budur. Failin adı budur. So, birinci nə gəlir? Protokol gəlir, sonra server gəlir, sonra nə gəlir? Sonda domen adı gəlir. Və birinci H tipini qoydum, A-nı qoydum. Yəni birinci C-ni qoydum, sonra nə qoydum? A-nı qoydum. txt.org bizə deyir ki, bu serverdə. İkinci serverin adı gəlir. Onda serverin adı gəlirsə, birinci G hərfi gələcək, yəni txt nöqtə, sonra gələcək orici, yəni birinci C, sonra A, sonra C gələcək, C. Sonra gələcək nöqtə orici, D gələcək. C, A, D, C, CD variantı gələn görək harada var? C, A, C, D. So, yəni Y variantı, B variantı ilə uyğun gəlir. Can baxaq, gör düzmü deyil. HTTP, slashlər gəldi. C variantı txt.org düz gəldi. Bir dənə də slash qoyuram. Sonra nəyin adını yazıram? Faylın ftp. Bu faylın adını yazıram da göndəriləcək faylın adını yazıram. Resursu yazıram daha doğrusu. Resursu qeyd edirəm. b.ftp.net faylına. Faylın adını burada yazıram. Yadınızda qalsın, protokoldan sonra serverin adı gəlir, sonra resurs gəlir. Burada faylın adını bunu verib də cavab B variantını götürəcəm. Gəlirəm bura. Cədvəldə axtarış serverində sorğulanan axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Sonra abituriyentlərdə bu biraz fərqli düşür. Nə cürə düşür? Yəni biraz daha çətin versiyası düşür, amma magistrlara o qədər də çətin əslində düşməyib. Burada iki cür ola bilər. Sizdən soruşa bilər ki, tutaq ki, kimya, kitab, misal üçün kitab, dəftər verə bilər belə. Bax, kitab, dəftər verə bilər. Misal üçün kitab, dəftər, kitaba verər. Bir dənə qoyma şəklini çəkim bir dəqiqə. Bir dənə şəklini çəkim mən sizə. Gözləyim bir dəqiqə. Dolar. Burada sizə iki cür ola bilər. Bax, bir kitab verə bilər, kitab. Dəftər verə bilər, yəni sorğuların nəticəsini verər, dəftər. Sonra kitaba 40 verər, dəftərə 30 verər. Kitab and dəftər verər, kitab and dəftər. Kitab and dəftər verər, tutaq ki, 20. Sizdən kitab or dəftəri soruşar ki, kitab or dəftər neçədir? Yəni, bu tipli suallar belə düşür. Kitab or dəftər soruşa bilər ki, sual. Yadınızda qalsın, kitabla dəftərin ayrılıqda toplanması bərabərdir. Kitab and dəftər, kitab or dəftər. Yəni, kitabla dəftər cəmi neçə edir? 70. Kitab and dəftər 20-dir. Onda kitab or dəftərə nə olacaqdır da cavab? 50. Cavab belədir. Əgər 2 dənəlik versəydi, cavab belə idi. Bax, kitabla dəftərin ayrılıqda cəmi, kitab plus dəftərin cəmi bərabərdir. Yəni, kitab and dəftər, bir də plus kitab or dəftər. Yəni 2 dənəlik versəydi belədir. İndi sizə 2 dənəlik verməyib, bizə 3 dənəlik verib. Gəlin görək bu 3 dənəlik nə cür həyata keçiriləcək. Bu 2 dənəlik olandadır. Birinci qoca özüm bunu silim. Bir dəqiqə. Burada artıq biz Venn diaqramından istifadə eləsək daha yaxşıdır. Nəyə görə? Burada gəlin diaqramları quraq. Birinci baxıram. Birinci baxıram. Burada uşaqlar görürəm ki, nə verib? Kitab kimya verib 96, tarix verib 48, biologiyan verib 21. Kimya and biologiyan 10 verib, biologiyan tarixi 0 verib. Kitab or yəni bu işarə birləşmə işarəsidir də. Üçün də birləşməsinin 140 verib. Çox burada biz hansı nəticəyə gəlirik? Kitabla tarix neynəmir? Bu kəsişmə işarəsi, kəsişmir.
Deməli, biz onda nə etməliyik? Kimya harda olmalıdır? Düz ortada. Onu tutmalısınız. Kimya düz ortada olmalıdır. Çünki kimya həm biologiya ilə, həm də ki, tarixlə demək olar ki, kəsişəcək. Və kimya burada olacaq. Bizə nəyi soruşur? Bizə nəyin nəticəsini soruşur? Servis internet tapmış səhifələrin sayı verilmişdir. Sorğularda və əməliyyatlar qeyd olunmuşdur. Sualı tam kəsməmişəm. Kitab and tarix, yəni kitab and tarix sorğusunun nəticəsini soruşur. Biz burada, deməli, kitab and tarix, bura tarixi verəcəm. Burada verəcəm biologiyanı. Və burada biologiyanı verəcəm. Uşaqlar, əgər sizə veribsə ki, tutaq ki, bura sıfırdır da. Mən siz hardan bildim bu biologiyadır, bura tarixdir. Çünki biologiya ilə tarix neynəmir? Kəsişmir. Bilməm, səliqəs yazmışam. Deyir ki, kitab and biologiya. Yəni kitabla biologiyanın kəsişməsi 10-dur. Bura 10-dur. Onda biologiyanın özünə sırf neçə qalır? 10 burası tək biologiya neçə qalır? 11 qalır. Və bura 11 olur. Demək biologiya bütövlükdə neçə verməlidir? 21. Deyir kimya ilə biologiyanın kəsişməsi 10-dur. Bura 10 yazıram. Biologiyanın özü 21 olduğu üçün bura 11 yazıram. Bu getdi. Gəlirəm bu bir tərəfə baxıram. Kimya 96-dır, tarix 48-dir. Bunu soruşur bizdən. Biologiya ilə tarixi verilməyib. Buranın 21, tarix 48. Bura bir dənə tutaq ki, tarixlə bunun x-i buranı bilmirəm, x-dir. Bura bir dənə x yazıram. Bura bir dənə x. Bura bir dənə x-dir. Sonra bir dəqiqə görüb biz nəticələrini nə biləcək? Kimya ilə biologiya, tək kimya, tək tarix 48-dir. Bura uşaqlar, tarix burada 48-dir. Onda bura cavab nə qalır? 48 minus x. Yəni biz bunu toplayanda nə olmalıdır? 48 verməlidir tam bura. Sonra bura nə olmalıdır? 10 plus x, bura nə qalır? Kimya tək nə qalır? Ləbil qalır 86 minus x. 86 minus x. Yəni bunu toplayanda ümumi nəyə verilməlidir? Yəni kimya verəcək. Və 86 x plus 86 x plus 86 minus x plus 10 bizə verəcək kimyanı. Gəlin bunlar üçünün birləşməsində verib 140. Gəlin toplayaq. Bax, başlayıram. 48 minus x yazıram. 48 minus x plus x. Üstə gələk. 86 minus x plus 10 plus 11. Bərabərdir nəyə? 140-a. Bildiniz niyə bura 48 minus x verdim? Çünki deyir ki, kəsişməsi tarix tək 48-dir. Biz bura bir x dəyişəni təyin eləsək, onda bura qalır 48 minus x. Bu x-lər getdi. Bu x-lər getdi. Qalır 48 ilə 86-nı toplayıram. 48 ilə 86 gələndə eləyir 4, 134, 134 plus 10 plus 11 minus x bərabər 140. Bu 150 144 eləyir. 144-ün üstə də 11 gələndə nə eləyir? 155 eləyir. 144-ün 155. Çıx x bərabərdir 140. X neçə olacaq onda? Cavab 15 olacaq. X-in cavabını tapacam 15. Yəni A variantı. Bax, bunu bir də izah edirəm. Sizdə nə olmalıdır? Tam. Bax, tam bilməlisiniz ki, üçü kəsişmir deyəndə, baxın, üçü kəsişmir deyəndə biz artıq buradan tutduq ki, yəni nədir? Kimya düz ortada durur. Yəni üçün kəsişməsini soruşanda kimya nədə durur? Düz ortada durur. Kimya düz ortadadsa, bura bir dənə biologiyanı yazsam, burada bir dənə nəyə yazsam? Tarixi yazsam. Tarixlə bunun kəsişməsi bilmirəmsə, bura x-dir. Bura onda nə olur? 48 minus x. Düzdürmü? Bura nədir? Tutaq ki, bura 10 deyirsə, bura neçə qalır? 10 bura deyirsə, bura qalır. Biologiyanın tək özü 21 olduğu üçün bura 11 qalır. Burada deyir ki 96'dır. 10 burada, x burada, 10 burada. X plus 10. Demək bura olmalıdır. 86 minus x ki, bura bütövlükdə bu kimya olsun 96. Cavab bunları da toplayırsınız. Yəni birləşmə işarəsi hamısı birləşəndə 140 edir. Birləşdirirsiniz, sonra bərabərləşdirirsiniz. Yəni A variantı. Xarici yaddaşda saxlanılan proqram hansı qurğu tərəfindən emal edilir? Sonra emal etmək qurğusu prosesora malikdir. Yəni bunu bilməlisiniz. Prosesor. Yəni D variantı. Prosesor. Sənəddə ən böyük görünüş miqyası MS Word-də nə qədərdir? Uşaqlar, Excel-də, PowerPoint-də 400-dür maksimal görüntü rejimi. Amma
Word-də maksimal görüntü rejimi 500. Qalıcıda bu qalsın. Cavab D variantı. Bəs Paint proqramında nə qədərdir? Gəlin Paint-də də baxaq. Buraya yazıram Paint. Paint proqramında bəzi vaxtlar soruşa bilir ki, misal üçün maksimal görüntü rejimi nə qədərdir? Bax, burada götürürəm. Minimal 12,5%-dir. Maksimal görüntü rejimi də baxaq. 800%. Yəni Paint proqramında 800. Paint-də soruşsaydı cavab 800 olacaqdı. Bir abzası iki abzasa bölmək üçün klaviaturada hansı düymədə və yaxud hansı düymə kombinasiyaları vurulmalıdır? Məsəl üçün, mən mətn yazıram. Mətnin scrollun ortasına saxlayıb Enter düyməsini vuranda iki yerə bölür də. Standart nə düyməsi? Enter düyməsi. Mətni iki hissəyə ayırır. Gəlirəm 34-cü suala. Aşağıdakı əməliyyatlardan hansılar ilə sətri cədvəldən silmək olar? Sətri seçmək və klaviaturdan delete düyməsini basmaqla. Uşaqlar, delete düyməsini yox. Delete düyməsini vuranda siz sətrin içində yerləşən məlumatları silə bilərsiniz. Sətri silə bilmərsiniz. İçində yazılan yazılar silə bilərsiniz. Sətri seçmə və klaviaturdan alt delete düymələrini basmaqla yox, shift delete düyməsini vurmaq olmalı idi. 2 də səhvdir. Sətri seçib və kəsməklə olar. Bu da olar. Sətri silmək olar bu vasitə ilə. Sətri seçmə və klaviaturdan backspace düyməsini vurmaq. Yəni 4 də düzdür. 3-lə 4. Yəni delete düyməsini niyə götürməliyik? Delete düyməsi dedim ki, içindəki yazıları siləcək. Əlaqəli nisbətlərin məzmunundan sahələrin qiymətlərinə verilən şərtləri ödəyən yazıların seçilməsi ilə əlaqələndirilmiş cədvəl təbii ki, nədir? Sorğular. Düzdürmü? Sorğular. Makroslar tezlik təşkil olunan məlumatlar, nə bilim, hesabatlar çapa verilməsi üçün istifadə olunan, Visual Basic-dən modullar, belə bir şeylər istifadə olunur. Gigabyte-ın hissəsi neçə gigabyte-ın hissəsində neçə kilobayt var? Bu hissəsi yəqin suala tam düşməyib. Sualadan düşməyib. Gigabyte nə qədərdir? Gigabyte baxaq ki, bit, byte, yazıram, bit, byte, kilobayt, megabayt, gigabayt. Kilobayt istəyirsə biz 220. Yəni gigabaytdan kilobayta çevirəndə 210, 210, 220 edir. 2də 1 hissəsi o demək ki, 2də 1-ə bölürsən də, 2də 1-ə bölmək baxaq görək nə cür olacaq. 2də 1 hissəsində isə, misal üçün, bunu bölərəm, 2də 1 hissəsi. 2-yə bölək. Yarısında deyər də, 2də 1 yarısında nə qədər olar? Yarıya da böləndə qüvvət üstləri bölünəndə çıxılır, 219 olar. Əgər bizdən 2də 1-i soruşurdu. Desən 2də 1-i soruşurdu, yarısını da A variantı olacaq. B, F bu xanada və bir diapazonda neçə sətir var? Uşaqlar, mən demişdim, sütunlar sayında B-dən F-ə qədər, B, C, D, E, F bu sütunlardır. Sətirlər sayında böyükdən kiçik çıxıb üstünə 1 gəlsin. 12-dən 7-ni çıxıram, 5 eləyir, üstünə 1 gəlirəm, 6 eləyir. 3-dən 3 çıxıram, 0 eləyir, üstünə 1 gəlirəm, nə eləyir? 1 eləyir. Demək, 1 sətir burada var. Cəmi içində neçə sətir var? 7 sətir var. Yəni, cavab nə olacaq? D variantı. Foto10.jpg faylı C diskindəki foto qovluğunda yerləşir. Bu qovluqda şəhər qovluğu və onun içərisində Bakı alt qovluğu yaradılır. Sonra foto10.jpg faylın alt qovluqdan daşındıqdan sonra faylın tam adı, yəni yekun tam adını deyir. Deyir C diskindədir, C diskindədir. Foto qovluğunda yerləşir. Demək, C diskində foto qovluğunda yerləşir. D variantı onca çıxıram, şəhər qovluğunda yerləşir. Sonra deyir ki, bu qovluğa şəhər qovluğu və onun içərisində Bakı alt qovluğu yaradılır. Şəhər qovluğu yaradılır, sonra onun içində Bakı alt qovluğu yaranır, sonra foto onun içinə yerləşdirilir. Faylə qədər olan yolu desəydi, bura kimi götürəcəkdim. Amma faylın tam yolu deyirsə, hamısını götürməliyəm. Yəni, Y variantı. Uyğunluğu müəyyən edin. Fraktal qrafika, qrafika, bir də raster qrafikası. Fraktal qrafika olaraq bu sizin üçün yəni imtahanda düşmə ehtimalı, yəni düşünürəm ki, var. Özünə oxşarlıq qrafikaların içində hansında var sual əgər düşsə, baxın. Birinci gəlin baxaq görək burada nə deyil. Hə, fraktal qrafika. Fraktal qrafikada olar deyir ki, nədir? Fraktal qrafika misal üçün riyazi hesablamalar üçün istifadə oluna bilər. Bir də ki, başda da xassəsi özünə oxşarlıqdır. Yəni birinciyə gələcək A variantı. Üçölçülü qrafikə nələrə aiddir? Üçölçülü grafikə görə məşhur qrafik redaktorlarından biri Mayadır. Bəli, bu da düzdür. Maya, ZBrush bunlara aid eləyə bilərik. Yəni C variantı 1-ə A, 2-yə C gələcək. Üçüncü raster qrafika. Raster qrafikada nöqtələrdən ibarət idi. Yaxınlaşdırdıqca piksel ölürdü. Foto sözləri olanlar, Photoshop, Corel Photo Paint, nə bilim nələrsə. Burada photo style bu söz düzdür.
Əsasən foto effektlərin və bədii kompozisiyaların yaradılmasına istifadə olunur. Bu da düzdür. Demək, 1-ə gəldi A variantı, 2-yə gəldi nə variantı? C variantı, 3-ə gəldi. 1-ə A, 1-ə A gələn, 1-ə A gələnlə C variantı bir dənə. Sonra bunu götür. Hansı sistem proqram təminatına aiddir? Sistem proqram təminatı dedikdə iki cür olurdu. Baza proqram təminatı, bir də servis proqram təminatı. Baza proqram təminatında nələr idi? Örtüklər, əməliyyat sistemləri, bir də şəbəkə əməliyyat sistemləri. Bunları aid edə bilərdik. Baxaq görə örtüklər burada hansı variantda verib? Y variantında. Cədvəl redaktorları, yəni Excel falan filan, bunlar hamısı tətbiqi proqramlardır. Statistika, ekspert sistemlər, proqramlaşdırma vasitələri instrumental proqramlara aiddir. Yəni bunları da götürə bilərik. Aşağıdakılardan hansılar normal görünüş rejimində proqram pəncərəsində işçi oblasına aid deyil? Hansı normal görünüş rejimində proqram Müəllim, səsiniz qırıq-qırıq gəlir. qırılır? İndi nətər gəlir uşaqlar? İndi nətərdir? Yəni deyin. Yaxşıdır yoxsa yox? Tək məndə donur, arzu. Uşaqlar nəsə deyəsən donma baş verir. Yoxsa yox? Bəli, müəllim, səsiniz qırıq-qırıq gəlir. Aa, bir dəqiqə uşaqlar. Buradan Wi-Fi ilə bağlı bir dənə iş görək. Düzəldi indi. Aha. Başlayayım uşaqlar, başlayayım. Bəli. Aha. Bəli, müəllim. Aşağıdakılardan hansılar normal görünüş rejim proqram pəncərəsində işçi oblastına aid deyil? Gəlin normal görüntü rejiminə salaq. View-da burada bizə deyir normal görüntü rejimində işçi oblastına aid deyil. İşçi oblastı görək biz nəyə nəzər? İşçi oblastına aid deyil. İşçi animasiya oblastı, backstage, animasiya. Bir dəqiqə. Uşaqlar, bunlar bax burada. Bu aşağıdakılardan hansılar normal görünüş rejimində proqram pəncərəsinin işçi oblastına aid deyil? Yəni PowerPoint, slaydlar oblastı, təqdimatlar oblastı, işçi sayı, animasiya oblastı, backstage, arxa plan, click to add one notes. Aha, işçi oblastı deyəndə şey olur. Bax nəyə nəzərdə tutulur? Bax burada aşağıda görürsünüz. Bax bunu görürsünüz. Click to add notes, yəni notlara əlavə elə. Yəni bu nədir? Bu standartımızda var. Yəni bizdə altını götürürük, altını çıxırıq. Altını çıxanda hansı variantlar gedir? A variantı gedir, bir dənə variantı gedir, Y variantı gedir. Normal görüntü rejimi dedikdə, yəni biz kompüteri açanda standart gördüyümüz rejimdə normal görüntü rejimləridir. Burada məsəl üçün normal var, slide sorter var, bu rejimlər var, notes var. İndi mənim bir də burada düşən hissələrim var. Bunları gözlüyüm bir dənə düzəldim. Aha. Bu bizim standart normal görüntü rejimimizdə görsəlir. Sonra bizə nə lazımdır? Bizə nə lazımdır? Slaydlar oblastı, təqdimatlar oblastı ilə bir anlayış yox. İşçi sahə, animasiya oblastı, backstage, arxa plan. Arxa plan bəli görsədir. Bu gördüyümüz hissə arxa plan bizə normal rejimdə görsədir. Yəni burada variant 5-də çıxırıq. 5-də çıxıram. B-ni çıxdım, C-ni çıxdım. Cavab elə qalır D variantı. 1, 2, 3. Standart olaraq belə gedir. Hiyerarxik verilənlər bazasını nümunə kimi göstərmək olar. İnşallah relyasiya cədvəl formasına uyğundur, relyasiya. Amma hiyerarxiya deyəndə mən diskdəki saxlanılan qovluqları misal kimi göstərə bilərik. Yəni A variantı. Burada olacaq A variantı. 513 ədədinin ikilik say sistemində yazılışında olan sıfırların sayı birlərin sayının neçə çoxdur? 513 2 üstü neçədir uşaqlar? 9 plus 2 üstü 0-dır. Yəni 512 plus 1-dir də. 2 üstü 9 plus 2 üstü 0. Burada neçə dənə rəqəm var? 10 dənə rəqəm var. Yəni 9-dan 0-a qədər saysaq 10 dənə rəqəm var. 10-da nədir? 9, bəli 9-dan 0-a qədər 10 dənə rəqəmdir. Bu neçə dənəsi 1-dir? Yəni 9 var, 0 var. 2 dənəsi 1-dir. Qalan neçə dənəsi nədir? 0-dır. Yəni 8 dənəsi 0-dır. Deyir, bu bundan neçə dəfə çoxdur ha? Qədər demir. 6 qədər götürən tələbələr var idi. 2 8-dən neçə dəfə? 8 2-dən neçə dəfə çoxdur? 4 dəfə. Yəni variant olacaq A variantı. 513 ikilik say sistemindən çevirəndə yenə deyirəm. Baxın, olacaq 2 üstü 9 plus 2 üstü 0.
9-dan 0-a qədər elə bir 2 dənə 1 var, qalanları 0-dır. Yəni 8 dənə 0-dır, qalanı 1, 2 dənəsi də 1-dir. Çevriləndə 2 dəfə 4 dəfə çox eləyəcək. Skanner qurusu kompüter hansı vasitəsilə qoşula bilər? 44-cü sual. Sonra skanner qurusu elipti ilə qoşula bilir. Printerlə skanner. Bir də USB universal portu dediyimiz üçün o hamısından qoşula bilər. Yəni cavab olaraq B variantı. PCI böləkçi mousedan klaviaturana qoşulur. Bunlar da belə deyək də başqa şeylərdir. USB-ni götürəcək bu da variant olar. Məsələlərin kompüterdə əsas həll mərhələləri aid olmayanları seçin. Aid olmayanlar. Gəlin baxaq görək hansı variantlardır. Həll algoritminin hazırlanması. Bu düzdür. Bir düzdür. Biri çıxıran variantlardan A-nı çıxdım, Y-ni çıxdım. Nəticələrin təhvil verilməsi. Nəticələrin yekun analizi, yekun nəticə göstərmək belə bir təhvil verilmək deyilən bir anlayış yoxdur. 2 səhvdir. Gəlirəm. Testləşdirmə və sazlama bu düzdür. Məsələnin qoyuluşu, həll algoritmi yaradılması, testlənməsi, sonra proqramlaşdırma dilinin seçilməsi, algoritm təsvir üsulunun seçilməsi, nəticələrin analizi. Nəticələrin analizi düzdür. Yəni 6-7 konkret düzdür. Yəni bizə aid olmayanı deyirsə 7-ni də çıxaq. Baxaq 2, 5, 6, bir də qaldı 2, 4, 5. Məsələnin qoyuluşu. Elə başlayanda həmişə birinci məsələnin qoyuluşu ilə başlayır. Məsələnin qoyuluşu, həll algoritminin yaradılması. 6 dənə ardıcıllıqdır. Onu mən sizə yazaram, ataram, oradan öyrənərsən hamısını. Və burada baxıram ki, nə olur? 4 də düzdür. Cavab onda qalır 2, 5, 6. Yəni B variantı. Gəldik 46-cı suala. 46-cı sualda bizə nə deyir? Deyir, doğru mülahizələr seçin. Kompüter işlənmə sürəti onun yaddaşına saxlanıla bilən informasiya maksimum miqdarı ilə təyin olunur. Yox. Əgər miqdarı çoxsa, təbii ki, işlənmə sürəti biraz azalacaq. Prosesorun tezliyindən ölçülə bilər, nə bilim, və bunların nüvələrin sayı ilə ölçülə bilər. İkinci nəsil kompüter element bazası integral sxemlərdir. Yox, tranzistorlardır. Birinci nəsil elektron vakuum lampalar, ikinci nəsil tranzistorlar, yarımkeçiricilər, üçüncü nəsil elektron integral sxemlər, dördüncü nəsil böyük və yaxud da ki, çox böyük integral sxemlər. Yəni 2 səhvdir. Bir də səhvdir. Kompüter söndürülükdə əməli yaddaşda olan informasiya silinir. Bəli, enerjidən asılı yaddaşdır RAM, əməli yaddaş. Amma ROM enerjidən nədir? Asılı yaddaş deyil. Yəni məsələn biz söndürəndə ROM söndürülmür. Yəni burada cavab RAM səhvdir. Yəni bu düzdür daha doğrusu. Deyir, əməli yaddaşda olan informasiya silinir. Bu düzdür. Birinci nəsil kompüter element bazası elektron lampalardır. Bayaq dedim, düzdür. Məhsuldarlıq prosesini yerinə yetirə bildiyi əmrlərin sistemidir. Baxaq görək burada nə deyir? Prosesorun yerinə yetirə bildiyi əmrlər sistemidir. Yox, əmrlər sistemi başqa şeydir. 5-də səhvdir. Yəni cavab olur, burada olar 3 ilə 4. Elektron cədvəl verilmişdir. Ölkəsi ABŞ ili 1965-dən böyük bərabər şərtlərini ödəyən sətirlərin sayını müəyyən edin. ABŞ 1, 2, 3, 4. Vergül işarəsi var. Bizə deyir ki, 1965-dən böyük bərabər. 1 bu düzdür, 2 düzdür, 3 dənəsi düzdür. Yəni 1965 burada 61-dir deyə 4 dənə düzdür, amma bu ödəmir. Vergül işarəsi var. Bizdə hər iki şərt ödəməyini istəyir. Onda cavab nə qədər olacaq? 3 dənə. Yəni bu iki şərti ödəməyin. Burada cavab olacaq 3 dənə. C1 xanasındakı düstur C2 xanasına köçürülükdə C2 xanasının qiymətini müəyyən edin. Produkt uşaqlar hasilini tapır. A dollar 1, görsə arasında nə qoyub? Vergül qoyub. A dollar 1-i mən hara sürüşdürsəm A dollar 1 kimi qalacaq. Yəni 5 olduğu kimi qalacaq. B1-i mən C1-i C2-yə köçürdəndə sütun dəyişmiş, sətir bir vahid artır. Düzdür? Mən əgər bunu C2-yə köçürsəm, yenə sütun dəyişməyəcək. Yəni B olduğu kimi qalacaq. 1 nə olacaq? 2 olacaq da. 1 sətir artacaq. B2-də neçədir? 5-dir. 15-dir. 5 burada, 15 burada. Produkt da nədir dedik? Hasili. 5-i 15-ə vuranda nə qədər eləyəcək? 75. 48-də cavab olacaq 75. İş masasının fon şəklində hansı variantları tətbiq etmək, ekranı yerləşdirmək olmur. Bax, bunu mən sizə yadınızda bir dəfə göstərmişdim. Bir də göstərdim. Personalize menüsündə burada biz baxsaq, choose a fit-də fill, fit, stretch, tile, center, span və bunlar rejimlərlə yerləşdirmək olur. Olmurlar soruşur bizdən. Gəlin baxaq görə burada hansı variantlar uyğun gəlmir. List var idi görək. List görsünüz burada. List yox idi. List var idi. Details var idi. Yox. Details falan bunlar hamısı şeyə aiddir. Bax, indi biz qarşıdakı suallarda düşəcək. This piece-in içinə aiddir. 2-3 səhvdir. Bu rejim var idi, görmədik. Full screen rejimi var idi, yox idi. Full screen yox idi.
tile var idi, fit var idi, fill var idi, full screen rejimi yox idi. Yəni bunun cavabı nə olacaq? 2, 3, 5, bir dənə də 6. Fill versəydi düz idi. Full screen əvəzinə fill versəydi tam ekran boyunca düz idi. Gəldik 50-ci suala. Müxtəlif topologiyalı, lakin eyni protokollu deyirsə, biz onda nəyə götürməliyik? Baxaq görək, bridge, körpü. Əgər müxtəlif topologiyalı, eyni müxtəlif protokollu desəydi, onda mən götürəcəkdim router. Variantda routeru versəydi, routeru götürəcəkdim. Birincidə C-dir. Yəni eyni protokol deyir, müxtəlif topologiya deyir, bridge götürürəm. İşli stansiyalar yoğun koaksial kabelə qoşur. Burada gəlin görün hansıdır? Transfer. Yəni ikinciyə gələcək D variantı. Bu nəzəriyyədir. Çox portlu olub şəbəkə abonentlərini birləşdirir. Bu da bizim standart bildiyimiz nədir? Hub. Misal üçün, bir də belə bir şey var idi. Ulduz topologiyasında, misal üçün, mərkəzi qovşaqda hub yerləşəndə bu passiv ulduz idi. Əgər mərkəzi qovşaqda işçi stansiya, yəni kompüter yerləşdirəndə bu aktiv ulduz idi. Yəni ulduz varid topologiyada bunu bildirirdi. Biz onda birinciyə C, ikinciyə D, üçüncüyə B-ni götürəcəyik. Transfer var idi, nə bilim, terminator var idi, repeater var idi, təkrarlayıcı, bax bu var idi, hub qurucusu var idi, fuse gateway, müxtəlif protokollu kompüterləri bir-birinə qoşmaq üçün istifadə oluna bilir. Şəbəkələr arası əlaqə yaradır, gateway, fuse. Buradan da cavab götürəcəyik 1-ə C, 2-ə D, 3-ə B. Sonra bunu elədik. İndi gəlin, mən buradan bu sualı başa düşdünüz əsas 30-cu sualı. Bir dənə mənə deyin 30-cu sualı. Kim başa düşməlisə mən izah edeyim. Vaxtımız var. 4 dəqiqəmiz var. Bir də qoşulub şeyi həll eləyərik. İkinci sınaq işləyərik. Bir dənə rekordu dayandırım sizin üçün. Baxaq görək kimlər var burada.